Hello. Bugün sizinle Trendyol bağlamalarımı açırıq. Keçən səfər demişdim ki, bunları açaq. Bəziləri transfer mərkəzindəydi, onlar da gəlsin. Daha sonra açarıq. Deməli, belə bir bağlamamız var. İçində 5-6 məhsul olmalıdır. Gəl açaq, baxaq görək nə var, nə yox. Aha, başlayırıq. Deməli, ilk kəlmə keçəndən, balaca görünəndən başlayıram. Səhv eləmirəmsə, bu tight olmalıydı. Short tight, sport tight. Aha. Belə bir tightdır. Nədir burada? Aa, qabağı belə üçgünc formada gəlir və bitişir. İdman eləmək üçün almışdım. Keyfiyyəti yaxşıdır. Tərlətən materialda deyil. Təbii ki, sınayandan sonra daha yaxşı biləcəm. Amma hələ ki məmnun qaldım. Daha sonra bu pencəyim olmalıdır, səhv etmirəmsə. Bu pencəydən mənim pacuqam da var idi. Onun əynində görüb çox bəyənmişdim. Ona da çox yaraşırdı. Və mənə də məsləhət gördü ki, mən də sifariş edeyim. Baxın, belə bir pencəkdir. Qollarında bu cür detaylar var. Bu cür düymə detayları var və rəngi nisbətən açıqdır. Təbii ki, əynimdə sınayıb baxmağım lazımdır. Ona görə də 2 dəqiqə dünyamız dili geyinirəm. Aha, bəyəndim. Düzdür, biraz qolları indi kip fason olur mənə. Çünki altından qalın bir şey geymişəm. Amma ümumi olaraq çox bəyəndim. Tək mənfi materialına baxım. Materialı belə çox da bərk bir material deyil, qart bir material deyil. Amma yaxşı materialdır, yəni pis material deyil. Bu cür. Astarı var burada. Sadəcə bir mənfi cəhətini o deyə bilərəm ki, çox qırışdı. Yəni ekstrem qırış deyil, amma qırışdı. Baxın, buralarında falan qırışlar var. Ancaq Trendyol əvvəllər məhsulları çox müntəzəm gətirirdi, amma son dönəmlər isə artıq nisbətən qırışlı göndərməyə başlayır. İmkan verdi. Daha sonra digər bağlamamı açıram. Bu, idman eləyərkən geyinməyədir, üstdür. Materialı gözlədiyimdən yaxşı gəlir və içində pedlər də var. Yəni, rahatlıqla qadınlar geyinə bilərlər. Arxasında belə bir işarə nişan var, bu cürdür. Deməli, material kifayət qədər yaxşıdır, sizə yaxından da göstərim. Biraz stretch fason materialı var. Mən daha rahat olum deyə səhv eləmirəmsə, M zakaz vermişəm. Çünki S-lərin sinir hissəsi çox kip olur. Baxın, arxasında da belə bir detay var. Aha, indi gələk mənim həvəsli gözlədiklərimdən. Bu bir cins şalvardır. Mən wide leg cins şalvar çox bəyənirəm və özümə də çox yaraşdırıram. Açıq rəngi, tünd rəngini keçən vloga baxmayanlar baxsın. Orada sifariş eləmişdim başqa bir markadan. Bu isə açıq rəngidir, bu cürdür. Arxasındakı detaylara baxsınız. Tikişi nisbətən üçgünc gəldiyi üçün arxanı düz də göstərməyəcək və cip hissəsinin qoyuluşu yaxşıdır, tikişləri kifayət qədər yaxşıdır. İndi baxaq görək əynində necə duracaq. Əgər əynində necə durduğunu görmək istəyirsinizsə, məni Instagramdan takip eləməyi unutmayın. Orada günlük outfit çeklər paylaşıram və storylərlə bağlı storylərini daha çox paylaşdığım üçün də gündəlik həyatımdan daha çox şey görə bilərsiniz. Bu cür. Rəngini ümumi olaraq indi tutub göstərəcəm. Rəngi bu cürdür. Wide leg bir şalvardır. Aha. Və gəldik son parçamıza.
Adi saroçkadır bu. Mən yayda şort, üstünə mayka, üstünə ağ saroçka və ya başqa rəng saroçka bu cür kombinləri çox edirəm deyə adi sadə saroçkalar alıram ara-ara. Materialı o qədər yaxşı deyil, yəni polyesterdir səhv etmirəmsə bu üstündə yazılmayıb. Yəni adi sadə bir materialdır. Əgər materialını kifayət qədər yaxşı gözləyirsinizsə o qədər yaxşı deyil. Amma mənim gözləntimi qarşıladı. Çünki mən belə çox da böyük bir şey gözləmirdim. Qolunda bu cür düymə detayı var, kiçik. Və arxası səhv etmirəmsə qabağına görə nisbətən uzundur. Bəli. Arxası bu cürdür. Burada xət var. Qabağında da bir dənə cib detayı var. Baxın burada. Bu qədər. Bu bağlamamın içində olanlar bu qədər idi. Bəyəndiyiniz məhsulları aşağı qeyd edin. Hansı məhsulları siz mənə məsləhət görərsiniz və ya məhsullar barədə hər hansısa bir sualınız, fikriniz varsa, məndən soruşmaq istədiyiniz ümumi bir nəsə, hər birini aşağıda qeyd edə bilərsiniz. Əgər videomu bura qədər izləmişsinizsə, deməli sizə də məndən mənimlə bağlı maraqlı gələn şeylər var, videonun axıcılığı və s. diqqətinizi cəlb edir və sona qədər baxmısınız. Ona görə də abunə olmağı unutmayın və Instagram kanalıma bura yerlərə qoya bilərəm. Instagram kanalımı da izləməyi unutmayın. 100 vibes gedir adı. Birdən unudarım ya da nəsə problem olar, qoya bilmərəm. Belə, bundan başqa da nə tip videolar istəyirsinizsə, onu hamısını aşağıda qeyd edin. Bir də bir xanım yazmış ki, abituriyentlərin məsləhət videosu. Abituriyentlərin məsləhət videosunu çəkəcəm ən qısa müddətdə. Sadəcə bir neçə şey var, onları dəqiqləşdirməliyəm və düşünürəm ki, necə yüksək bal toplamaq olar və ya necə prezident təqaüdçüsü oldum deyə bir video da çəkə bilərəm. Əgər bu tip videolarda istəyirsinizsə, aşağı qeyd edin. Çox sağ olun, izlədiyinizə görə